Salam əziz abituriyentlər. Mən sizə bugün dəmir yolu mətninin izahını verəcəm. Aynura Babazadə, Azərbaycan dili müəlliməsiyəm. Başlayaq izaha. Deməli, mətni özünüz oxuyarsınız. Mətnin izahını vermirəm, mətni oxumuram ki, vaxt getməsin. Başlayaq ilk suala. Deməli, deyir ki, mətndə hansı suala cavab yoxdur? İlk dəmir yolu nə zaman salınmışdır? Baxın, burada var. İlk dəmir yolu İngilis şəhərləri Stockton və Darlington arasında 1825-ci ildə salınmışdır. Deməli, bu var. Bunu götürmürük. Bizə deyir ki, yoxdur. Mətndə hansı suala cavab yoxdur? Təyyarə hansı sürətlə hərəkət edirdi? Təbii ki, bu yoxdur. Mətndə özünüz oxuyanda görəcəksiniz ki, elə bir təyyarə hansı hərəkət edirdi sualının cavabı yoxdur. Qatarların hərəkətinə necə nəzarət edilirdi? Bu var, dispetçerlər tərəfindən. Dispetçerlər eyni yol hərəkətləri sayəsində iki qatarın olmamasına kompüterin köməyi ilə nəzarət edirdi. Bu da var. Sonra, yüklərin uzaq məsafəyə daşınması xərclərin məbləği nə qədərdir? Yüklərin uzaq məsafəyə daşınması xərclərinin məbləği bu da yoxdur. Deməli, 2, 4. Dəmir yolu hansı ölkələrdə mövcuddur? Dəmir yolu hansı ölkələrdə mövcuddur da var, yuxarıda da var, aşağıda Azərbaycanda da var və hətta hansı şəhərlərdə olması da qeyd olunur. Deməli, 2, 4. Bizim düzgün cavabımız olacaq C variantı. Keçək ikinci suala. Bu baxımdan çağdaş dövrümüzdə İpək yolu ilə dəmir yolunun qarşılıqlı əlaqəsi uğurlu nəticələrə yol açır. Fikrin mətnin hansı hissəsinə əlavə olunması daha məqsədə uyğundur? Deməli, baxırıq. Əgər burada baxın, deyir ki, çağdaş dövrümüzün İpək yolu deyir. Təbii ki, İpək yolu müasir dövrdə salınıb. İpək yolu dəmir yolunun qarşılıqlı əlaqəsi uğurlu nəticələrə yol açır. Bu baxımdan çağdaş dövrümüzün. Deməli, bu, əgər müasir dövrdən danışırsa, son dövrlərdə salınmış İpək yolundan və yaxud da qatarların müasir dövrdə qatarların necə olmasından danışılırsa, ümumiyyətcə son dövrlərdə danışırsa, təbii ki, biz bunu nəticə hissəsinə əlavə eləyə bilərik. Baxın, bura əlavə eləyə bilərik. Bu baxımdan çağdaş dövrümüzdə İpək yolu dəmir yolunun qarşılıqlı əlaqəsi uğurlu nəticələrə yol açır. Nəticə hissəsinə əlavə eləyə bilərik. Burada da düzgün cavab D variantıdır. Sonra baxırıq. Mətnə əsasən hansı mətndəki fikri dəmir yolu nəqliyyatında son yenilik hesab oluna bilər? Dəmir yolu nəqliyyatında son yenilik hesab oluna bilər. Baxırıq. Dəmir yolunda buxar maşınından istifadə olunması. Dəmir yolunda buxar maşınından istifadə olunması son yenilik deyil. O ilk dəfə buxar maşını çıxmışdı dəmir yolunun, yəni buxar mühərrikləri ilə hərəkətə gətirilirdi. Ona görə bunu biz götürə bilmərik. Sərnişin daşıma işinin mövcud olması. Müasir lokomotivləri meydana. Sərnişin daşıma təbii ki, hər zaman onun içində sərnişin daşıyır. Onu da gündəmdə götürə bilmərik. Müasir lokomotivləri meydana gəlməsi. Deməli, bəli, müasir lokomotivlər. Müasir deyilsə, deməli, son dövrdə meydana gəlibdir. Biri 3. Müasir lokomotivlərin meydana gəlməsi. Sonra, sürət qatarlarının istifadə olunması. Təbii ki, sürət qatarları da son dövrlərdə sürət qatarları artıq istifadəyə verilir və ona görə də 3 ilə 4 olacaq. İngiltərədə kömürdən yanacaq kimi istifadə edilməsi. İngiltərədə kömürdən yanacaq kimi istifadə edilməsi, o da ilk dəfə buxarla, kömürdən hərəkətə gətirilirdi qatarlar. O da ona aid deyil. Ona görə düzgün cavab olacaq. Deməli, burada 3, bir də 4. D variantı. Əvvəlində çubucaq işarəsi qoyulmuş sözün mənasına uyğun ifadədir. Baxaq. Əvvəlində çubucaq işarəsi qoyulmuş söz budur. Lokomotivlər. Lokomotiv nə deməkdir? Lokomotiv rels üzərində işləyən vaqonları, qatarları hərəkətə gətirən dartıcı maşındır. Sonra baxırıq. Mətnə görə uyğun olmayan fikri müəyyən edin. İlk dəmir yolu İngiltərədə salınmışdır. Bəli, baxın, burada yazılıb. İlk dəmir yolu İngilis şəhərləri. Deməli, bu burada var. Bunu götürmürük. Daha doğrusu burada. 19-cu əsrin əvvəlində İngiltərədə artıq 2 dəmir yolu xətti salınmışdır. Bəli, baxın, burada 19-cu əsrdən danışılır və aşağıda da artıq 2 dəmir yolu xəttinin salınmasından danışılır. Bu da var. Dəmir yolu yükləri uzaq məsafələrə daşımaqla ən sərfəli nəqliyyat vasitəsidir. Bəli, dəmir yolu yükləri uzaq məsafələrə daşımaqla ən sərfəli nəqliyyat vasitəsidir. Bu da düzdür, bu da var. İlk qatarlar dizel mühərriklərinin köməyi ilə hərəkətə gətirilirdi. Xeyr, ilk qatarlar buxar mühərriklərinin köməyi ilə hərəkətə gətirilirdi. Baxın, ilk qatarlar buxar mühərriklərinin köməyi ilə hərəkətə gətirilirdi.
Deməli, düzgün cavab D. Baxaq Y-yə də yenə qatarların hərəkət dispetçerlərin rolu əhəmiyyətlidir. Bəli, burada da altından baxın, xətt çəkmişəm burada. Dispetçerlərin rolu əhəmiyyətlidir. Bu da var. Deməli, düzgün cavab D variantı. Tünd qara hərflərlə verilmiş sözün kontekstə görə qarşılığını müəyyən edin. Tünd qara hərflərlə verilmiş söz burada çevriliş sözüdür. Çevriliş sözünün kontekstə görə mənasına baxaq. Çevriliş sözü dönüş, dəyişiklik, yüksəliş, irəliləmə, tərəqqi deməkdir. Deməli, tünd qara hərflərlə verilmiş söz mənası dönüş etdi və dəyişiklik etdi. Yəni, çevriliş nədir? Yəni, yeni bir dönüş etdi, yeni bir irəliləyiş etdi. Deməli, burada da düzgün cavab A. Baxaq, 137. Mətnə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Baxaq. Dünyanın elə bir ölkəsi yoxdur ki, orada dəmir yolu nəqliyyatı olmasın. Bəli, baxın, mətndə burada belə bir cümlə var. Dünyanın elə bir ölkəsi yoxdur ki, deməli, dövrümüzdə də dəmir yolu geniş yayılmış nəqliyyat vasitəsidir. 19-cu əsrdə dəmir yolları insan çevriliş etdi. Deməli, burada hardasa mətnin içində elə bir cümlə var. Dəmir yolu hamar metal reyslərdən düzəldilmişdir. 19-cu əsr meydana çıxmış. Dəmir yolları insan çevriliş etdi. Tez və asanlıqla dövrümüzdə dəmir yolları geniş nəqliyyat vasitəsilə dünyanın bütün ölkələrində, baxın, dünyanın bütün ölkələrində mövcuddur. Deməli, bu doğru, bizə deyir ki, uyğun fikirləri müəyyən edin. Doğruya yazıblar, düzdür, yazıblar elə bir mətn, elə bir cümlə mətndə. Sonra dəmir yolunda avtomobil işıqforlarında deməli biz uyğunu götürürük. Uyğunu götürürüksə deməli biri götürə bilərik. Dəmir yolunda avtomobil işıqforlarından istifadə edilir. Xeyr, dəmir yolunda avtomobil işıqforlarından istifadə olunmur. Bu da mətndə var. Avtomobil işıqforları ilə eyni prinsip üzrə işləyir, amma avtomobil işıqforlarından istifadə olunmur. Sadəcə eyni prinsip üzrə işləyir. Və sərhəd dispetçerlərinə ona işıqforlarla işarə olunur. Ancaq avtomobil işıqforları, təbii ki, avtomobil işıqforları qatarları hərəkətini tənzimləmir. Bizə də deyir ki, uyğun fikirlər müəyyən edin. 1. Müasir lokomotivlər buxar mühərrikləri ilə hərəkətə gətirilir. Müasir lokomotivlər buxar mühərrikləri ilə hərəkətə gətirilir. Xeyr, bu ilk lokomotivlər idi, ilk qatarlar idi buxar mühərriki hərəkətə gətirirlər. Ona görə yanlışa yazıblar. Ona görə biz üçü də doğru kimi götürə bilərik. Deməli, 3.